إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا إلى يوم الدين فإن خير الكلام كلام الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Əmmə ba'd. Əziz qardaşlarım, hamınıza, eləcə də özümə Allahdan qorxmağı və Peyğəmbər sallallahu aleyhi və səlləmin yolunu getməyi nəsiyyət edirəm. Yenə bu dəyərli kitabın şərhinə davam edirik. Növbəti fəsil 241-ci fəsil. Xəstə ona baş çəkən adama nə cavab verir? 528-ci hədis. Səid İbn Amr demişdir: Mən İbn Ömər'in yanında ikən Həccac onun yanına gəldi. Həccac soruşdu: Keyfin necədir? İbn Ömər dedi: Yaxşıdır. Həccac soruşdu: Səni kim yaralayıb? İbn Ömər dedi: Məni silah götürmək qadağan olduğu bir gündə silah götürməyə məcbur edən kəs yaralayıb. O, bu sözlə Həccacı nəzərdə tuturdu. Bu əsəri İmam Buxari öz səhihində də rəvayət edib. Digər rəvayətdə Səid İbn Cübeyr demişdir: İbn Ömər'in ayağının altına nizənin ucu girdiyi və ayağını üzəngiyə yapışdırdığı zaman mən onun yanındaydım. Dərhal atdan enib nizəni onun ayağından çıxartdım. O hadisə Minada baş vermişdi. Həccac bu hadisədən xəbər tutduqda İbn Ömərə baş çəkməyə gəldi və kaş səni yaralayan adamın kim olduğunu biləydik, dedi. İbn Ömər, məni sən yaralamısan, dedi. Həccac, necə yəni, deyə təəccüb etdi. İbn Ömər dedi: Sən silah götürülməsi qadağan olduğu bir gündə, bayram günündə silah götürdün. Ha belə içinə silah salınması qadağan edilmiş Məscid-i Harama silah saldın. Hədisi Buxari rəvayət edir. 242-ci fəsil. Fasiqə baş çəkmək. Fasiq, yəni günah işlərlə məşğul olan adam. Günahkar adamı tərbiyələndirmək və yaramaz əməlindən çəkindirmək məqsədi ilə onu ziyarət etməmək, ha belə bu hərəkətlə qeyrilərinə dərs vermək bəyənilən əməllərdəndir. Yox, əgər onu ziyarət etməkdə onun islah olunacağı, yaramaz əməlinə son qoyacağı umulursa, belə olduğu təqdirdə onu ziyarət etmək, əksinə bəyənilən əməllərdən sayılır. Bu fəsildə keçən rəvayətdə 529-cu əsərdə Abdullah ibn Amr ibn As radiyallahu anh demişdi: Şərab düşkünləri xəstələndiyi zaman onlara baş çəkməyin. Bu əsərin isnadında keçən Übeydullah zəif ravi olduğundan Muhammed Nasrəddin Albani rahiməhullah Daiful Ədəbül Mufrad əsərində bu əsərin zəif olduğunu demişdir. Günahkar adama baş çəkməmək barədə neçə səhih hədislər varid olmuşdur. Bu hədislərdən birində Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur: Qədərilər bu ümmətin məcusiləridir. Xəstələnsələr onlara baş çəkməyin, ölsələr onların cənazəsində iştirak etməyin. Hədisi Abu Davud rəvayət etmişdir. 243-cü fəsil. Qadınların xəstə kişiyə baş çəkməsi. Qeyd etmək lazımdır ki, qadının öz məhrəminə, atasına, qaynatasına, qardaşına, əmisinə, dayısına və s. baş çəkməsi caiz, yad kişini ziyarət etməsi isə qadağan olunan əməllərdəndir. Həmçinin qadının öz məhrəminin yanında naməhrəmə baş çəkməsi də caizdir. Bu fəsildəki 530-cu rəvayətdə Haris ibn Abdullah Əl-Ənsari demişdir: Mən Ummu Dərdanı üstündə örtük olmayan kəcavədə dəvəsinə minib məscid əhlindən olan ənsardan xəstə bir adama baş çəkdiyini gördüm.
Bu əsərin isnadında keçən Haris məchul ravi olduğundan Muhammed Nasrəddin Albani Daiful Ədəbül Mufrad əsərində bu əsərin zəif olduğunu demişdir. 244-cü fəsil. Xəstəyə baş çəkən adamın bu əsnada evdə artıq şeylərə baxmasının bəyənilməməsi. Burada artıq şeylərə baxmaq deyildikdə haram buyurulanlara baxmaq, bəyənilməməsi deyildikdə haram buyurulması nəzərdə tutulur. Qeyd edək ki, bu hökm təkcə xəstəyə baş çəkən adama və ancaq ziyarət əsnasında aid edilmir. Əksinə hər bir müsəlmana və hər bir zamana şamil edilir. 531-ci rəvayətdə Abdullah ibn Əbu Huzeyl demişdir. Bir dəfə Abdullah ibn Məsud bir dəstə adamla birgə xəstəyə baş çəkdi. Gəldikləri evdə gələn adamlardan biri o qadına baxmağa başladı. Bu vaxt Abdullah ona dedi, gözün çıxarılsaydı, sənin üçün daha xeyirli olardı. Muhammed Nasrəddin Albani Səhih Ədəbül Mufrad əsərində bu əsərin isnadının səhih olduğunu demişdir. Sahabənin bu sözündən aydın olur ki, insanın gözü Allaha qulluq etmək üçün yaradılmışdır. Və əgər adam bu gözü haram işlərə sərf edərsə, o anda onun olmasından daha xeyirli olar. Allah Subhanahu buyurur, mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Nur surəsi 30-cu ayə 245-ci fəsil. Göz xəstəliyinə tutulan kimsəyə baş çəkmək. 532-ci hədis. Zeyd ibn Ərqam radiyallahu anh demişdir. Mənim gözlərim ağrıyırdı. Peyğəmbər sallallahu aleyhi və səlləm mənə baş çəkdi və dedi, ey Zeyd, əgər gözünü tamamilə itirsən, nə edərsən? Mən səbr edib əvəzini Allahdan umaram dedim. O dedi, əgər gözünü tamamilə itirsən, sonra da səbr edib əvəzini almağa ümid etsən, mükafatın cənnət olar. Zeyd ibn Ərqam radiyallahu anh'ın rəvayətinin əvvəli, yəni mənim gözlərim ağrıyırdı, Peyğəmbər sallallahu aleyhi və səlləm mənə baş çəkdi cümləsinə kimi səhihdir. Şeyx Muhammed Nasrəddin Albani Səhih Ədəbül Mufrad əsərində hədisin bu cümləsinə qədər səhihli qeyri olduğunu demişdir. Hədisin qalan hissəsi isə zəifdir. Daiful Ədəbül Mufrad əsərində bunu açıqlamışdır. 533-cü hədis. Qasim ibn Muhammed rəvayət edir ki, Muhammed sallallahu aleyhi və səlləmin sahabələrindən bir kişinin gözləri tutuldu və sahabələr ona baş çəkdilər. O dedi, gözlər mənə Peyğəmbər sallallahu aleyhi və səlləmə baxmaq üçün lazım idi. O vəfat etdikdən sonra isə, vallahi ki, Tibələ ceyranlarından birinin gözləri məndə olsa belə, bu məni sevindirməz. Bu əsərin isnadında keçən Əli ibn Zeyd zəif ravi olduğundan, Muhammed Nasrəddin Albani Daiful Ədəbül Mufrad əsərində bu əsərin zəif olduğunu demişdir. 534-cü hədis. Ənəs radiyallahu anh demişdir. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm. Allah Azza və Cəl buyurur, əgər mən öz qulumu onun sevdiyi iki şeylə imtihana çəkdiyim zaman o buna səbr edərsə, bunun əvəzində ona cənnət bəxş edərəm. O, sevdiyi iki şeylə deyəndə gözləri qəsd edirdi. Bu hədisi İmam Buxari öz səhihində də rəvayət etmişdir. Burada Allah subhanahu wa ta'ala möminlərə xəbər verir ki, onlardan birini sınağa çəkib gözünü əlindən alacağı təqdirdə əvəzinə ona cənnəti bəxş edəcəkdir. Bu ən xeyirli əvəzdir. Belə ki, insanın gözü fanidir, cənnət nemətləri isə tükənməzdir. Əbu Hureyra radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və sələm demişdir. Uca Allah buyurur, mən əməli salih qullarım üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir bəşərin qəlbindən keçirmədiyi nemətlər hazırlamışam. Sonra Əbu Hureyra
radiyallahu anh dedi: İstəyirsinizsə bu ayəni oxuyun. Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinç gətirəcək nələr saxlandığını heç kəs bilmir. Hədisi Buxari rivayet etmişdir. 535-ci hədis. Əbu Umamə radiyallahu anh Peyğəmbər sallallahu aleyhi və səlləmdən rivayet edir ki, Allah azze və cəl buyurur: Ey Adəm oğlu, sənin iki əzizini əlindən aldığım zaman ilk anda səbr edib əvəzini məndən umsan, sənə mükafat olaraq cənnətdən başqa bir şey verməyə razı olmaram. Muhammed Nasrəddin Albani Səhih Ədəb-ül Mufrad əsərində bu hədisin həsən səhih olduğunu demişdir. İki əzizini deyəndə burada gözlər qəsd edilir. 246-cı fəsil. Xəstəyə baş çəkən adam harada oturmalıdır? 536-cı hədis. İbn Abbas radiyallahu anh rivayet edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm xəstəyə baş çəkdikdə onun baş tərəfində oturub 7 dəfə deyərdi: Əs'əlullahil azim, Rabbəl arşil azim, ən yeşfiyək. Və əgər xəstənin əcəli təxirə salınacaqsa, onun ağrıları keçib gedər. Bu hədisi Abu Davud rivayet etmiş və Muhammed Nasrəddin Albani Səhih Ədəb-ül Mufrad əsərində onun səhih olduğunu demişdir. İmam Tirmizinin Sünən əsərində rivayet edilmiş hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Hansı bir müsəlman əcəli çatmamış bir xəstəni ziyarət edib 7 dəfə Əs'əlullahil azim, Rabbəl arşil azim, ən yeşfiyək desə, o xəstə sağalar. Bu hədislərdən duanın xəstə adama şəfa tapması üçün səbəb olduğu aydın olur. Duanın tərcüməsi belədir: Əzəmətli ərşin Rəbbi, böyük Allahdan diləyirəm ki, sənə şəfa versin. 537-ci rəvayət. Rabi ibn Abdullah demişdir: Bir dəfə mən Həsən el-Basri ilə birgə Qatədəyə baş çəkməyə getdik. Həsən onun baş tərəfində oturub ondan hal-əhval tutdu. Sonra onun üçün dua edib dedi: Allahım, onun qəlbinə şəfa ver, xəstəliyini də sağalt. Muhammed Nasrəddin Albani Səhih Ədəb-ül Mufrad əsərində bu əsərin isnadının səhih olduğunu demişdir. 247-ci fəsil. Kişinin öz evində gördüyü işlər. 538-ci hədis. Əsvad deyir ki, mən Ayşə radiyallahu anhadan soruşdum: Peyğəmbər sallallahu aleyhi və səlləm evində nə iş görərdi? Ayşə dedi: O, ev işlərində əhli əyalına köməklik edər, namaz vaxtı yetişdikdə isə namaza gedərdi. Bu hədisi Buxari, Tirmizi və Əhməd rivayet etmişdir. Hədislərin birində Peyğəmbər sallallahu aleyhi və səlləm ailənin qayğısına qalmaq barədə belə buyurmuşdur: Sizin ən xeyirliniz öz əhli əyalına yaxşılıq edəninizdir. Mən sizin aranızda öz əhli əyalına ən çox yaxşılıq edəninizəm. Hədisi Tirmizi rivayet etmişdir. 539-cu hədis. Urva demişdir: Mən Ayşədən soruşdum: Peyğəmbər sallallahu aleyhi və səlləm evində nə iş görərdi? Ayşə dedi: O, çəkməsini özü tikər və kişinin öz evində gördüyü işləri görərdi. Muhammed Nasrəddin Albani Səhih Ədəb-ül Mufrad əsərində bu əsərin səhih olduğunu demişdir. 540-cı hədis. Urva demişdir: Mən Ayşədən soruşdum: Peyğəmbər sallallahu aleyhi və səlləm evində nə iş görərdi? Ayşə dedi: Sizlərdən hər birinizin öz evində etdiyini edərdi. O, çəkməsini özü tikər, paltarını özü yamayar və tikərdi. Muhammed Nasrəddin Albani Səhih Ədəb-ül Mufrad əsərində bu əsərin səhih olduğunu demişdir. 541-ci hədis. Amra rivayet edir ki, bir dəfə Ayşədən soruşdular: Rasulullah sallallahu aleyhi və səlləm evində nə iş görərdi? Ayşə dedi: O, hamı kimi bir insan idi. Paltarını özü təmizləyər və qoynunu özü sağardı. Muhammed Nasrəddin Albani Səhih Ədəb-ül Mufrad əsərində bu əsərin səhih olduğunu demişdir. Bu fəsildəki hədislərin hamısı Peyğəmbər sallallahu aleyhi və səlləmin təkəbbürlükdən uzaq,
ha belə olduqca təvazökar bir insan olduğuna dəlalət edir. 248-ci fəsil. Adam öz mömin qardaşını sevirsə, bunu ona bildirməlidir. Möminlər arasındakı sevgi Allah rizası üçün olmalıdır. Bu xüsusda Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir. İmanın ən möhkəm ipi Allah üçün dostluq etmək, Allah üçün düşmənçilik etmək, Allah üçün sevmək və Allah üçün nifrət etməkdir. Digər hədisdə o demişdir. Kim Allah rizası üçün sevər, Allah rizası üçün nifrət edər, Allah rizası üçün verər və Allah rizası üçün alarsa, imanını kamilləşdirmiş olar. Yenə bir hədisdə o demişdir. 3 xislət vardır ki, bunlar kimdə olsa, o kimsə bu xislətlər sayəsində imanın şirinliyini dadmış olar. Allahı və onun rəsulunu başqalarından daha çox sevmək, sevdiyi kimsəni yalnız Allah üçün sevmək, Allah onu küfürdən qurtardıqdan sonra yenidən küfrə qayıtmağı, oda atılmağı xoşlamadığı kimi xoşlamamaq. Bu fəsildə keçən 542-ci hədisdə Miqdad ibn Ma'di Kərib radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Sizdən biriniz qardaşını sevdiyi zaman, qoy onu sevdiyini ona bildirsin. Bu hədisi Əbu Davud, Tirmizi, İbn Hibban, Hakim, Əhməd rəvayət etmiş və Muhammed Nasirəddin Albani Səhih el-Ədəb-ül Mufrad əsərində onun səhih olduğunu demişdir. Digər hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Sizdən biriniz mömin qardaşını sevdiyi zaman, qoy onun evinə gedib, onu Allah üçün sevdiyini ona xəbər versin. Başqa bir hədisdə bunun faydasını açıqlayıb demişdir. Sizlərdən biri mömin qardaşını Allah üçün sevdiyi zaman, qoy bunu ona bildirsin. Həqiqətən bu, dostluq münasibətinin möhkəmlənməsi üçün daha xeyirli və mehriban davranışın sürəkli olması üçün daha münasibdir. 543-cü hədis. Mücahid rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrindən biri ilə rastlaşdım. O, arxadan mənə çatıb çiynimdən tutdu və mən səni sevirəm dedi. Mən də ona, xatirinə sevdiyin Allah da səni sevsin dedim. O dedi, əgər Rasulullah sallallahu aleyhi və səlləm sizdən biriniz qardaşını sevdiyi zaman onu sevdiyini ona bildirsin deməsəydi, bunu sənə bildirməzdim. Sonra o, mənə nişanlanmağımı təklif edib dedi. Evimizdə bir qız var, lakin o çəpgözdür. Muhammed Nasirəddin Albani Səhih el-Ədəb-ül Mufrad əsərində bu əsərin həsən səhih olduğunu demişdir. Sahabə bu hərəkəti ilə ona Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsini tətbiq etdiyini bildirir. Bu xüsusda rəvayət edilmiş hədisdə Ənəs ibn Malik radiyallahu anh demişdir. Bir gün Peyğəmbər sallallahu aleyhi və səlləmin yanından bir nəfər gəlib keçdi. Onun yanında oturmuş başqa birisi bu kişini gördükdə, Ya Rasulullah, mən onu sevirəm dedim. Peyğəmbər sallallahu aleyhi və səlləm ondan, özünə demisənmi, deyə soruşdu. Adam xeyr deyə cavab verdikdə, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu ona bildir deyə buyurdu. Adam o kişiyə çatıb ona, mən səni Allah rizası üçün sevirəm dedi. O da ona, xatirinə sevdiyin Allah da səni sevsin dedi. Hədisi Abu Davud rəvayət etmişdir. 544-cü hədis. Ənəs radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Bir-birini sevən iki mömin kişinin ən fəzilətlisi, əlbəttə ki, qardaşına sevgisi daha çox olanıdır. Bu hədisi İbn Hibban, Hakim rəvayət etmiş və Muhammed Nasirəddin Albani Səhih el-Ədəb-ül Mufrad əsərində onun səhih olduğunu demişdir. Bir-birini Allah rizası üçün sevən möminlərin fəzilətinə dair neçə hədislər varid olmuşdur. Həmin hədislərdən birində Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Uca Allah buyurur, mənim xatirimə bir-birini sevənlərə mənim sevgim vacib oldu. Mənim xatirimə biri-biri ilə əlaqə saxlayanlara mənim sevgim vacib oldu. Mənim xatirimə biri-birinə nəsiyyət edənlərə mənim sevgim vacib oldu.
Mənim xatirimə bir-birini ziyarət edənlərə mənim sevgim vacib oldu. Mənim xatirimə bir-birinə yaxşılıq edənlərə mənim sevgim vacib oldu. Yenə qüdsi bir hədisdə Uca Allah buyurur, mənim xatirimə bir-birini sevənlər qiyamət günü nurdan olan minbərlər üzərində duracaqlar. Peyğəmbərlər və şəhidlər onlara belə bir məqamda olduqlarına görə qibtə edəcəklər. Yenə bir hədisdə Peyğəmbər sallallahu aleyhi və sələm demişdir. Qiyamət günü Uca Allah belə buyuracaq. Hanı mənim xatirimə bir-birini sevənlər? Bugün öz kölgəmdən başqa heç bir kölgənin olmadığı bir gündə mən onları ərşin kölgəsi altında kölgələndirəcəyəm. 249-cu fəsil. Adam bir adamı sevsə, onunla münaqişə etməsin və onun barəsində sorğu-sual aparmasın. 545-ci hədis. Muaz ibn Cəbə radiyallahu anh demişdir. Mömin qardaşını sevirsənsə, onunla münaqişə etmə. Ona yamanlıq etmə və onun barəsində sorğu-sual aparma. Ola bilsin ki, onun düşməni ilə qarşılaşasan və onda olmayan bir şeyi sənə bildirsin, beləliklə də səninlə onun arasına vursun. Muhammed Nasrəddin Albani Səhih Ədəb-ül Mufrad əsərində bu əsərin isnadının səhih məvquf olduğunu demişdir. Möminin mömin qardaşı ilə münaqişə etməsi, yaxud ona pislik etməsi və ya onun eyiblərini araşdırması, bütün bunlar son nəticədə onların arasına ədavət salar. Odur ki, hər bir möminə bu yaramaz xislətlərdən uzaq durmaq gərəkdir. Bu xüsusda Peyğəmbər sallallahu aleyhi və sələm belə buyurmuşdur. Mən haqlı olduğu halda belə mübahisədən əl çəkən kimsənin cənnətin güşəsində bir evi olacağına, ha belə zarafatla olsa belə yalan danışmayan kimsənin cənnətin ortasında bir evi olacağına və bir də əxlaqı gözəl olan kimsənin cənnətin ən yüksək təbəqəsində bir evi olacağına zəmanət verirəm. Hədisi Abu Davud rəvayət etmişdir. 546-cı hədis. Abdullah ibn Amr radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və sələm demişdir. Kim mömin qardaşını Allah xatirinə, Allah yolunda sevərsə və ona mən səni Allah xatirinə sevirəm deyərsə, hər ikisi cənnətə daxil olar. Qardaşını Allah üçün sevən kimsənin bu sevgiyə görə olan dərəcəsi onu özünə görə sevən kimsədən daha yüksək olur. Bu hədisin isnadında keçən Abdurrahman Əl-İfriqi zəif ravi olduğundan Muhammed Nasrəddin Albani Daiful Ədəb-ül Mufrad əsərində onun isnadının zəif olduğunu demişdir. Lakin əvvəlki hədislər bu hədisin mənasının səhih olduğunu təsdiq edir. 250-ci fəsil. Ağıl qəlbdədir. Əvvəlcə bu fəslin ünvanı barədə danışaq. İbn Ütheymin rahiməhullah demişdir. Uca Allah buyurur, Allah gözlərin xaincəsinə baxışını və kökslərin nələr gizlətdiyini bilir. Qafir surəsi 19. Allah kökslərin, yəni qəlblərin nələr gizlətdiyini bilir. Belə ki, qəlblər kökslərdə, ağıl, düşüncə və dərrakə isə bu qəlblərdə yerləşir. Bu xüsusda Uca Allah buyurur, məyər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, zalimların aqibətini qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində maddi gözlər deyil, kökslərdəki qəlb kör olur. Əl-Həcc surəsi 46-cı ayə. Subhanallah. Bu ayə xüsusilə sanki bugünkü gündə yaşayan insanlara, ha belə eyni fikirdə olmuş əvvəlki nəsillərə aiddir. Yəni, ağıl başdadırmı, yoxsa qəlbdədirmi deyə mübahisə edənlərə aiddir. Bu məsələ Allahın və onun Rasulunun sallallahu aleyhi və səlləmin kəlamlarına məhəl qoymayan, maddiyyata baxıb qərar verən bir çox insanları, ələl-xüsusda materialistləri çaşbaş qoymuşdur. Həqiqət isə budur ki, ağıl qəlbdə, qəlb isə köksdə yerləşir. Belə Peyğəmbər sallallahu aleyhi və səlləmin bədəndə bir ət parçası vardır. Əgər o yaxşı olarsa,
bütün bədən yaxşı olar. Yox, əgər o körlanarsa, bütün bədən körlanar. Bilin ki, o ət parçası qəlbdir. Hədisi də ona dəlildir. İbn Hüseyminin sözü burada tamamlanır. Bu fəsildə keçən 547-ci rəvayətdə İyad ibn Xəlifə rəvayət edir ki, o, Əli ibn Əbi Talibin Siffin döyüşündə belə dediyini eşitdi. Həqiqətən, ağıl qəlbdədir, mərhəmət qaraciyərdədir, şəfqət dalaqdadır və nəfəs ağciyərdədir. Bu əsəri Beyhaqi Şuab-ül İman əsərində rəvayət etmiş və Muhammed Nasrəddin Albani Səhih el-Ədəb-ül Mufrad əsərində onun isnadının həsən olduğunu demişdir. Əli ibn Əbi Talib radiyallahu anh belə bir məqamda bu sözü deməklə insanları qəlblərini islah etməyə və fitnə baş qaldırdığı zaman fitnədən uzaq durmağa, ha belə mərhəmətli və şəfqətli olmağa çağırır. İbn Həcər Əl-Əsqalani rahiməhullah, Peyğəmbər sallallahu aleyhi və səlləmin bədəndə bir ət parçası vardır. Əgər o yaxşı olarsa, bütün bədən yaxşı olar. Yox, əgər körlanarsa, bütün bədən körlanar. Bilin ki, o ət parçası qəlbdir. Hədisini şərh edərkən demişdir. Bu hədis qəlbin olduqca qiymətli olduğuna, onun islah olunmasının zəruriliyinə, üstəlik insanın pak ruzi qazanmaqda böyük rolu olduğuna dəlalət edir. Bütün bunlar Allahın onun içinə yerləşdirdiyi ağıldan asılıdır. Bu da dəlildir ki, ağıl qəlbdədir. Buna uca Allahın bu ayələrini də dəlil göstərmək olar. Məyər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, zalimların aqibətini qəlbi ilə düşünüb qulaqları ilə eşitsinlər? Çünki əslində maddi gözlər deyil, kökslərdəki qəlb kör olur. Əl-Həcc surəsi 46-cı ayə. Digər ayədə Allah buyurur, həqiqətən bunda dərk edən qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır. Qaf surəsi 37-ci ayə. Müfəssirlər ayədə keçən dərk edən qəlbin ağıl olduğunu demişlər. Qəlb ağılın yerləşdirdiyi yer olduğu üçün ayədə o qəlb sözü ilə ifadə edilir. İbn Həcərin sözü burada tamamlanır. İmam Muslimin səhihində rəvayət edilmiş hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləmin qəlbinə işarə edərək 3 kərə təqva bax buradadır deməsi də həmçinin ağılın qəlbdə olmasına dəlalət edir. Sonda hamımızın adından Allaha dua edirəm ki, bizlərə mömin qardaş və bacılarımızla mərhəmətlə rəftar etməyi, ələl-xüsus da xəstələrin qeydinə qalmağı müvəffəq eləsin. Həmçinin İslamı və müsəlmanları izzətləndirsin, şirki və müşrikləri alçaltsın, dinin düşmənlərini darmadağın etsin və muvahhid qullarına zəfər bəxş eləsin. Allahım, bu məmləkətə və digər müsəlman ölkələrinə əmin-amanlıq və arxayınlıq bəxş et. Allahım, bizə haqqı haqq olaraq göstər və bizi haqq yola yönəlt, ha belə bizə batili batil olaraq göstər və bizi ondan uzaq et. Subhanəkəllahumma və bihəmdik, əşhədu ən la iləhə illə ənt, əstəğfiruka və atubu ileyk.